Herkese salam, kanalıma xoş gəlmisiniz. Mən Rızayeva İlkanə. Bu günlərim sizə toplu birinci hissədən isim bölməsinin ilk səhifələrindən başlayacağım. Keçək sual 1-ə. İsimin bu mövzusunu rahat işləmək üçün compound, derivative and simple nounsları çox rahat şəkildə və super şəkildə əzbərləməlisiniz. Konkret şəkildə əzbərçilikdir. O zaman rahat seçə bilərsiniz. Məsələn, birinci sualda bizdən mürəkkəb isimlər istəyir. Choose the compound nouns. Bunun üçün birinci, testi rahat işləməyin ən mükəmməl qaydası sizdən nə istənilirsə onun əksini tapın, o variantları çıxın. Yerdə qalan sizdən istənilən variantlar olacaq. Məsələn, birinciyə baxıram. Movement. Biz derivative nounsları keçərkən orada ment şəkilçisini keçmişik. Deməli, bu mürəkkəb isim deyil, yəni compound nouns deyil, derivative nounsdur. Ona görə 1 çıxdıq. Biri çıxdığımıza görə də düşürük ən alt variantlardan bir olan variantları silməyə. Beləliklə, çox rahat şəkildə testləri tapa bilərsiniz. A və D bəndi getdiyinə görə B, C, E bəndi qaldı. Keçək 2-yə. Cherry tree. Həqiqətən də mürəkkəb isimdir. Deməli, 2-ni götürdüyümüzə görə yerdə qalan variantlardan C və E bəndində 2 yoxdur. Ona görə də bizə yerdə bir dənə B bəndi qaldı. Görün, nə rahat şəkildə B bəndini tapdıq. Digər testlərdə eyni qaydada keçək, baxaq görək nələr var. Gəldik ikinci sualımıza. Choose the line of compound nouns. Yenə bizdən mürəkkəb isimləri soruşur. Demək olar ki, bu səhifə ancaq mürəkkəb isim soruşur. Baxıram A bəndinə. Newspaper mürəkkəbdir. Fireplace mürəkkəbdir. Kingdom. Baxın. Burada dom şəkilçisi gizlənib. Deməli, bu nədir? Derivative nounsdur. Çünki derivativlərin içində biz dom şəkilçisini keçdik. Kingdom, freedom fərqi yoxdur. Bunlar nədir? Düzəltmə isim olduğuna görə cərgəni pozdu. A bəndini getdi. Oil filled butterfly headache. Oil filled da mürəkkəbdir. Butterfly da mürəkkəbdir. Headache da mürəkkəbdir. B bəndi düzdür. Amma biz gəlin gedək digər variantlarda yoxlayaq görək niyə səhvdir. Baxıram. Schoolmate. Friendship, seashore. Friendship, ship şəkilçisini konkret şəkildə burada görürük, düzdür. Lakin biz qeyd olaraq demişik ki, bu qaydanı sizə xatırlatmaq istəyirəm. Desert ship, warship, spaceship. Bunlar mürəkkəb isimlərdir. Kosmik gəmi, müharibə gəmisi, çöl gəmisi fərqi yoxdur. Bunlar istisna olaraq digər shiplər şəkilçi sayılır. Friendship, məsələn. C bəndi getdi. D bəndə baxıram. Tablecloth okey, amma pen frienddə, amma economy səhvdir, bu düzəltmədir. D bəndi də getdi. E bəndinə baxıram. Armchair, businessman, aktor. Sadə isimdir. Ona görə də E bəndə getdi. B bəndi düzgün variant olaraq qaldı. Keçək 3-ə. Üçüncü sualda bizdən yenə mürəkkəb isim soruşur. A bəndinə baxaq. Rainbow, railway, airmail, bookcase, sunrise, leadership. Baxaq B bəndində leadership. Ship pozdu cərgəmiz, ona görə B bəndi getdi. C bəndinə baxaq. Englishman, bathroom, development. Englishman, bathroom mürəkkəb isimlərdə okey, amma development ment şəkilçisini gördüyümüzə görə derivative nouns olaraq bu cərgəni atırıq. Homeland, cupboard, brotherhood. Hood şəkilçisidir. Yəni derivative nounsdur. Bizdən də mürəkkəb istəndiyinə görə D bəndi getdi. E bəndində isə demək olar ki, handballdan başqa mürəkkəb isim yoxdur. Ona görə də elə A bəndidir. Keçək 4-cü sualımıza. Digərləri hamısı eyni qaydada getdiyinə görə 1-dən 5 aralığına qədər izahını verəcəm bugünlük. Digərlərində artıq sizin əzbərləməyinizdən asılıdır. Mürəkkəb isimləri seçmək üçün sizə qızıl qaydanı deyim. Düzəltmə isimləri əzbərləməlisiniz. Düzəltmə isimləri əzbərlədiyiniz an mürəkkəb isimləri rahatca seçə bilərsiniz. Çünki həmin variantlar arasında düzəltməni seçdiyiniz an yerdə qalan sizin variantınızda. 4-ə baxaq. Postman mürəkkəbdir. Agreement düzəltmədir. Ment şəkilçisi var. Development düzəltmədir. Football, actress düzəltmədir. Armchair, bathroom. İkisi də mürəkkəbdir. Götürə bilərəm. Sportsman mürəkkəbdir. Kite, nest sufiksdir, yəni şəkilçidir. E bəndini atıram. Oldu D bəndi. Keçirik 5-ə. Yenə bizdən mürəkkəb ismi soruşur. A bəndinə baxıram. Railway, okey, amma kingdom, no. Bu mürəkkəb isim deyil. Düzəltmədir. Niyə dom var burada? Postman düzəltmə deyil, mürəkkəbdir. Okey, amma development düzəltmədir. Happiness düzəltmədir. Businessman mürəkkəbdir. Bookshelf düzəltmədir. Policeman da düzəltmədir. Information
düzəltmədir. Englishman mürəkkəbdir. Elə bookshelf-lə policeman-dır. İkisi də mürəkkəbdir. Ona görə də D bəndinə götürə bilərik. Digər aralıqlar eyni olduğuna görə izah verməyəcəm. Çünki buradan orası artıq sizin özünüzdən asılıdır. Düzəltmə isimləri dəqiq şəkildə əzbərlədiyiniz an nə edəcəksiniz? Siz artıq mürəkkəb isimləri və digər isimləri rahatlıqla yaza bilərsiniz. Və yüksək nəticə əldə etmək istəyirsinizsə, dərslərimizə qoşula bilərsiniz. Hələlik salamat qalın.